Hazırda ölkəmizdə əlverişsiz, leysan xarakterli yağışlı hava şəraiti hökm sürür. Bəs görəsən kəskin hava nə vaxta kimi davam edəcək? Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Missiya TV-yə müsahibəsində deyib ki, aprelin 15-dən 16-sına keçən gecədən başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan leysan xarakterli yağışın günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir, şimşək çaxacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağışla əlaqədar olaraq Abşeron yarımadasının bəzi ərazilərində su basma halları istisna olunmur. Aprelin 17-si səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir. Bölgələrdə də yağıntıların intensivləşəcəyi, aramsız olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacaq. Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhər saatlarınadək davam edəcək. Ölkənin əksər yerli çaylarında isə yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Bu əlverişsiz havalarda diqqətli olmağı, özünüzü qorumağı unutmayın. Zərintac Mayız qızı, Təbriz Quliyev, Missiya TV.